Xoş gördük əziz bacılarım, əziz qardaşlar. Rəbbin ismi ilə hər birinizi salamlayıram. Əgər bu günlər ilk dəfə gələn insanlar varsa, onları da özəl salamlayırıq. Rəbbin uca ismi ilə salamlayırıq. Və o insanlara ilk dəfə gələnlər varsa, onu demək istəyərdim ki, siz elə bilərsiniz, sizi kimsə gətirib bura. Əli, vəli, pirvəli, xəyalə, vüsalə, yox. Sizi gətirən Rəbbdir. Yerin, göyün, bütün dünyanın sahibi olan, kainatın sahibi olan Rəbb Allahdır. İlk dəfə gələnləri də, 30 il gələnləri də. Bu günləri Rəbb istəyir ki, biz güc alaq ondan. Biz ondan cavab alaq suallarımıza. Bu günləri kimsə dərdlə gəlib, kimsə sualla gəlib, kimsə çətinliklə gəlib. Allaha keyfdə olan insanlar gəlmir ki. Yaxşı, pulu, varı, dövləti olan gəlmir. Onlara Allah lazım deyil. Çox tək-tək hallarda olar ki, yaxşı imkanı ola, yenə də Allahın dalınca gedə. O böyük bir xeyirdadır. O iki xeyirda bir yerdədir. Amma insan pulla, varla, atlarla, arabalarla varlı sayılmaz ki. Bizim varlığımız Rəbb Allahlandır. Rəbb Allahımız varsa, deməli biz dünyanın ən xoşbəxt, ən varlı və ən xilas olmuşlardan biriyik. Amin. Yaxşı, bu xilası tutub saxlamaq üçün, bu xilasda qalmaq üçün və dünyamızı dəyişəndə, kəlam deyir ki, varlı öldü, cəhənnəmə düşdü. Kasıb isə dünyasını dəyişdi və mələklər gəldi. Onu İbrahim ata olan yerə, Peyğəmbər İbrahim olan yerə apardı. Bu günləri hər birimiz özümüzə sual verək görəsiz, biz Allahın dalınca niyə gedirik? Ən ali məqsədimiz nədir? Hə, çörək üçün gələn var, nə bilim, suyu yoxdur, su üçün gələn var, paltar dalınca, Rəbbin dalınca gələn var. Onlar nə tər gəlirlərsə, o dünya, bu fizioloji gedişatda olan şeylərə görə, onlar olmayanda onlar da onları götürüb aparır. Amma qoy biz Rəbbi sevdiyinə görə gələk. Rəbbin özünə görə gələk. Rəbb öz həyatını bizə görə qurban verdi ki, biz Allahla üzbəüz yanıb Allah bizi mühakimə etməsin deyə. Çünki hamı Allahla üzbəüz yanacaq. Biz də yanacaq. Amma İsa Məsih o vaxtı gəlib deyəcək ki, onlara görə, ona görə, o qardaşıma, o balama görə mən öz canımı qurban vermişəm. Bu böyük bir xeyirdadır. Bu böyük bir bəxşişdir. Hansı ki bizə verilib və biz də onun gərək qədrini bilək. Qədir bilmək üçün bugünkü mövzum budur ki, günahdan uzaq qalmaq. Mövzum budur ki, əgər bir günah ediriksə, etiraf edək, tövbə edək. Günahın aqibəti ölümdür, amma onun xilası tövbə ilə gəlir. Bilirsiniz, yaranmada bir ayə oxumaq istəyərdim. Gəlin, düşünək bu ayələrin üstündə. Yaradılış 3-cü fəsil, 12-ci ayə. Adəm dedi, kimə? Allaha. Ondan qabaq 11-i də oxuyaq. Rəbb Allah dedi, kim sənə bildirdi ki, çılpaqsan, sənə yeməyi qadağan etdiyin ağacın meyvəsindən yeməmisən ki? İnsana sual verir. Adəm günah eləmişdi. Haqsızlıq eləmişdi. İnsana qarşı yox, Allaha qarşı. Və Allah deyir ki, və şans verir, Adəmə deyir, yeməmisən ki, təsadüfən. Adəm deyir, yox, Adəm hələ Allahı yaxşı tanımırıq. Adəm bir şey bilmirdi ki, və bu günlərdə bir çox imanlar bir şey bilmir ki, biz yerin maqnasına belə düşsək, orada kupulda qalsaq ki, Allahdan gizlənək, lap nüvəsinə də gəlib çıxsaq. Allah oradadır bizi görür. Allahdan qaçma mümkün deyil. Adəm elə bilir ki, onun ürəyini görmür, onlar nə etdiklərini görmür. Və Adəmin cavabına bax. Bu günləri günah eləmişəm və Allah mənə şans verir ki, Əkşin olar da sən gəl çıxırım ortalığa. Bir dərdləşək, bir tövbə eləyəsən bəlkə. Yoxsa öləcəksən, ha?
Adəm qayıdır deyir. Gör nə deyir indi. Mənimlə birgə olmaq üçün verdiyin həyat yoldaşım, qadın, o ağacın meyvəsindən verdi, mən də yedim. Ola bilsin, bir çoxları təzə gələnlər də varsa, mən əvvəldən bir-iki dənə ayə oxuyum, hamısını oxumaq istəmirəm. 3-cü fəsili evdə kimin müqəddəs kitabı varsa, evdə tamlığı ilə oxuya bilər. Rəbb Allahın yaratdığı bütün heyvanların ən hiyləgəri ilan idi. İlan qadına dedi, baxın, iblis insana nətər yoldan çıxartmaq üçün yaxınlaşır. Biz kişilər başıq. Allah Adəmi yatızdırdı və onun qabırğasından çıxartdı, Həvvanı yaratdı. Və ona həyat gün yoldaşı, bu günləri həyat yoldaşlarımız deyirik. Və Allah deyib ki, siz bir olacaqsınız, bir-birinizə kömək olacaqsınız, yardımcı olacaqsınız. Amma biz burada görürük ki, biz burada nə görürük? İblis yaxınlaşır, başa yaxınlaşa bilmir. Adəm, bəlkə Adəmə də yaxınlaşmışdı birinci. Görür ki, Adəmə bata bilmir, keçir zəif yerinə, Həvva tərəfə. Doğrudanmı Allah sizə bağda olan heç bir ağacın meyvəsindən yeməyin deyib. Qadın ilana deyir, bağdakı ağacların bəhrəsindən yeyə bilərik, amma bağın ortasındakı ağacın meyvələrindən yemək olmaz. Çünki Rəbb deyib ki, yediyiz gün öləcəksiniz. Yediyiz gün öləcəksiniz. İndi baxın, iblisin taktikasına baxın. Deyir, doğrudanmı Allah deyib ki, heç bir ağacdan yemək olmaz? Əslində Allah elə deməmişdi axı. Allah demişdi ki, bir dənə ağacın meyvəsindən yemək olmaz. O ağacda, kəlam deyir ki, bir qıraqda, küncdə deyil, nə bilim o tərəfdə bağlı bir yerdə deyil. Bağın tən ortasında, mərkəzdə. Hara gəlsən, mərkəzə gəlib çıxırsan. Biz hara fırlansa, iblis mərkəzdən vuracaq bizi. Zəif yerimizi bilib vurmalıdır. Çünki göz qabağında, günah göz qabağında. İlan qadınla danışır. Burada elə bir bacı var, ilandan qorxmasın, əlini qaldırsın. Can bacı. Sonra deyirlər, möcüzə olmur həyatda. Bu bacımız. Amma çox insan qorxur. Şəxsən mən də qorxuram. Mən qorxuram. Nə edirəm mən ilana? Mən ilan lazımdır, yox. İndi siz təsəvvür edin. İlan yaxınlaşır sizə. İlandır da, nə qarasız? Asta qaçan igiddir. Deyib, qaçırsan da. Çox maraqlıdır ki, burada Həvva qaçmır, ha? Həvva qaçmır. Mən hamısını oxumaq istəmirəm, oxumuşam. Öz sözlərimlə demək istəyərdim. Həvva qaçmır. Həvva baxır, danışır ilanla. Və ilan qayıdır, iblis onun içinə girib deyir ki, heç bir yaxşılıq eləmə deyib Allah. Yəni, meyvələr, orada xeyrxalq meyvələr var idi, yəni, əl tutma meyvəsi var, dua etmə meyvəsi var, paxıllıq etməyən meyvə var ki, yirsən artıq paxıl döyürsən. Bugün də var o meyvələr. Siz nədir? Sizcə? Dua ilə istəmək. Xeyrxalq meyvəm yoxdur, bağ doludur, bir dənə ağaca toxunmam. Və iblis deyir ki, doğrudan deyib şübhə atır da. Amma Həvva deyir ki, bugün Ravid deyir, Rəşad deyir, nə bilim, Rəbbin balları deyir, yox, elə deməyib Allah deyir. Allah deyir, bütün meyvələrdən yemək olar. İndi biz qayda qanunu bilirik Allah nə deyib. Amma yenə də gedib günah edirik. Nətər edirik günahı? Bir dənə ağacın meyvəsindən yemə. İblis o motal pendirini, belə deyim də, bal kimi bir cığaraya qoyub sənə elə gətirəcək ki, sən onu qəbul edəcəksən. Kif atmış motal pendirin iyini görmüşsünüz də yəqin. İyə fikir verim, amma xeyirli şey deyin. Bir idman müəllimi kimi deyirəm. İndi o qədər gözəl gətirir ki, insan aldanır ora. İnsan ona aldanır və gəlir, kəlam deyir ki,
Adəm də onun yanındaydı. Adəm də onun yanındaydı. Və Allaha deyir ki, sənin verdin həyat yoldaşı mənə verdi, yedim. Rəbb xeyir dua versin. İndi, əziz bacı qardaşlar, bu günləri İblis çox qəşəng bilir ki, bizim zəif yerimiz haradır. İblis qəşəng bilir ki, bizi hansı tərəfdən vurmaq olar. Amma Rəbb deyir ki, biz oyaq qalaq. Oyaq qalmadıq. Bizim cənnətimiz cəhənnəmə çöndü. Bu günləri cənnət bağı bizim qəlbimizdir. Və orada Allahın bağında olan meyvələrdən varsa, nə xoş halımıza. Amma heç vaxt yaddan çıxartmayaq ki, o bağın tən ortasında İblis müttəqdir ki, İblis ora nəsə öz toxumunu atacaq. Müttəq atacaq. İblis bu günləri deyə bilər ki, bizə Həvvaya dediyi kimi, bilirsən nətərdir? Ay xanım qız, bunu yesən, sənin gözlərin açılacaq. Və Allah kimi olacaqsan. Yaxşını pisdən ayırmağı bacaracaqsan. Bu yetimlər pisliyin nə olduğunu bilmirdi, ha? Bugün də imanlara İblis yaxınlaşıb pis bir təkliflər eləyə bilər. Onun ayağın qaz, onun dalınca danış, cürəbəcür günahlar, onun minyosu o qədər böyükdür ki İblisin. Şvedski stol da elə bilir ki, ürəyin nə istir orada var. Amma bir şey bilmək lazımdır ki, o stolun üstündə olan bütün hər şey var. İblisin həmən o ağacın kölgəsində sənin üçün qəşəng bir yer açacaq. Deyəcək bəhbəhlə, gözəldir yeməklər, ətirlər də sənə verəcək o yeməklərin. Sənin ağzın suya axa bilər. Amma oyaq olsan, sən xilas qalarsan, xilasda qalarsan. Çünki Allah demişdi. Və Həvva da deyir Allahın dediyini. Allah deyib ki, yox, hamısından yemək olar. Bir dənə o mərkəzdəkindən yemək olmaz. Yəni, İblisə baş əymək olmaz. Allahın sevgisi bizə qarşı o qədər böyüdür ki, əziz bacılarım, qardaşlarım, Allah heç vaxt biz valideynlərə sual verirəm. Bizi bir türmə kimi bir küncdə saxlamaz ki, sən burada oturmalısan, bunu eləməlisən, bunu eləməlisən. Allahın sevgisi ondan irəli gəlir ki, bizə azadlıq verib. Eyyubun yadınızdadır, İblis gəlir Allahın taxtının qarşısına, deyir ki, sən hardan gəldin? Deyir, dünyamı dolandım, gəldim. Dedi, Eyyub balamı gördün, mənə sadiq qalıb. Deyir, sadiq qalacaq da. Deyir, sadiq qalacaq da. Sən hər şey vermişsən ona. İcazə ver, biraz əlindəkiləri götürüm ondan. Canına kimi, Eyyubun canına kimi İblis gəlir. Bütün bədəni çıban, bir günün içində oğlanları, oğulları, qızları, gəlinləri, nəvələri məhv olur. İlxılar gedir, obislər gedir. Tək qalır arvadı ilə. Onda da çıban tutur, yazıq Peyğəmbər. Və yıxılıb tərpənə bilmir, arvaddır, budur sənin Allahın. Küfürlə və get. Yaxşı, Eyyub yeyə bilərdi, da İblisin meyvəsindən. Yemədi, axırda xeyir-dua tapdı. Xeyir-duası o idi ki, Eyyub dedi ki, mən elə bilirdim ki, Allahı tanıyıram. Sən demədir, mən Allahı qulağımın ucu ilə eşitmişdim. Amma o problemlərdən çıxandan sonra Rəbb deyir, mən deyir, Rəbbi deyir, gözlərimlə görürəm. İndi, əgər bu günləri biz qulağın ucu ilə eşidiriksə, bizim səhvlərimiz çox olacaq. Biz ha gedəcək o meyvədən yiyəcək. Ha gedəcək o meyvədən yiyəcək. Və bilirsiniz, o təkcə mənə təsir eləməyəcək. O mənim gələcək nəslimə də təsir eləyəcək. Çünki Adəmlə Həvvanın 2 dənə oğlu, 2 qardaş bir-birini qırdılar. Daha doğrusu Qabil qırdı, paxıllıqdan. Bir dənə günahın aqibətinə baxın, qardaş qardaşı öldürdü. Gəlin, indi biz ürəklərimizə baxaq, əziz bacı qardaşlar. Biz bu günləri müttəqdir kimisə vurasan, öldürəsən. Rəbb deyir, hətta o haqda fikirləşsən, ölüm haqqında fikirləşsən bacıva, qardaşıva qarşı, sən artıq günah etmiş olursan. Düşüncədə belə. Rəbb bu günləri hər birimizə güc qüvvət versin ki, İblisin o sınaqlara, o hücumlara biz oyaq olaq, ayıq qalaq ki,
onlara qalib gələ bilək. Qalib gəlmək üçün Habil kimi öz qurbanını gətirdi və Allaha təqdim etdi quzunu. Və onunla deyirdi ki, mənim günahlarımı yuyan ancaq Rəbbimiz İsa Məsih ola bilər. Rəbb bu günləri hər birimizə güc verir, hər birimizə qüvvət verir. Sadəcə olaraq Rəbbə tərəf bir addım atmaq iblisə yox demək lazımdır. Möhkəm olaq ki, cənnətdən qovulmayaq. Çünki zaman çox az qalıb. Rəbb hər birimizə xeyir dua versin.